Hörmətli tamaşaçılar, mən bu programa illər əvvəl bir gəncin dediyi ağı ilə başlamaq istəyirəm. Vətən dərdi nə ağırdı, fələk bizi tez ayırdı, ayrılığı qəlbimi qırdı. Çalacaqmı tarım udum, doğma diyarım arçudum. Bu misralar vətən, el-oba həsrəti ilə deyilmişdi zamanında. Heç kəsə sir deyil ki, 1988-ci ildə erməni millətçilərinin törətdikləri soyqırım, etnik təmizləmə siyasəti yürütdülər. Bizim el-oba da soyuq bir qış günü erməni millətçilərinin hədəfinə tuş gəldi. Kütləvi olaraq ata-baba yurtlarından deportasiya olundu. Tarixin bu acı həqiqəti nə yazıq ki, bizim başımıza da gəldi. Elimiz, obamız dünyanın bir çox yerlərinə səpələndi. Çox hissəsi isə doğma Azərbaycana pənah gətirdi. Bir müddət hər kəs öz hayında idi. Lakin zaman keçdikcə vətən həsrəti hər şeyin önünə keçməyə başladı. Ermənistanda zəlzələ olub, epicentrdə spektakl. Biz o qədər də o anda onu dərk edə bilmədik ki, nə zəlzələdir. Bu zəlzələ nə qədər effektiv ola bilər, nə qədər faciəli ola bilər ki, bizim qaldırdığımız problemdən ötə olur. Və biz məlumat aldıq bir də hamı başlayalıyıq xəbərlərə və oradan gələn məlumatı dinləməyə çalışdıq. O zaman da Vremya proqramı gedirdi. Добрый вечер. Здравствуйте, товарищи. 1988-ci il dekabrın 7-sində Loru Pəmbək ərazisində baş vermiş zəlzələ də erməni millətçilərini çirkin əməllərindən çəkindirmədi. Dekabrın 11-də Bakıdan Zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsi müəmmalı şəkildə qəzaya uğradı. 68 nəfər Azərbaycanlı və 9 ekipaj üzvü bu terror aktının qurbanı oldu. Kəndlə bağlı hər dəqiqə biz nigaran idik, ağrılacılıq, xəbərləri sanki biz narahat gözləyirdik. Çünki bizim kənd Ermənistanın yerləşim planı elədir ki, oradan çıxmaq da, oradan asanlıqla azad olmaq da, vəziyyətdən elə deyək, coğrafi olaraq gəlmək Azərbaycan və ya digər Gürcüstan sərhədlərinə çox çətindir. Zəlzələyə qədər əhalinin əsas hissəsi Loru Pəmbəyi tərk eləsə də, bəzi kəndlərdə hələ də Azərbaycanlılar qalırdı. Zəlzələdən sonraki hərc-mərcilik və xaos onların həyatı üçün 2 qat təhlükəyə çevrilmişdi. Və buna görə də biz tez-tez, o zaman mən Rabitə Nazirliyində işləyirdim, kəndin çox böyük ehtiyacı var idi ki, əlaqə saxlayaq və mən xüsusilə qeyd etmək istərdim ki, bizim kənddə ATS-in işinə baxan buranın müdürü Qədim Zimiroğlu, onunla biz əlaqə saxlaya bilirdik, onunla aldığımız bir məlumat və ki, kəndin xilası idi. Və o başının qarışıqlığı müddətində yəni bizim Azərbaycandan kömək gəldi, vertolyotlar vasitəsilə o insanlar 5 gün ərzində qalan insanlar daşındı və Azərbaycana getirildi. Zəlzələnin özündə də orada hardasa 20-yə ya da 21 nəfər kənddən adam demək həyatını itirdi, həlak oldu və ondan sonra cəmaət, yəni heç nəsiz vertolyotla gəldilər Azərbaycana. Elin, obanın insanları hərə öz sahəsində çalışaraq ata-babalarımızdan miras qalmış doğma arçudu unutmamağa, yaddan çıxartmamağa səslədilər. Tariximizi bilməliyik, öz tariximizdən fəxr eləməliyik. Nə
nə yazılar, nə düşmən bizim coğrafyamızı düzməsin. Nəzərimizdən, xəyalımızdan o arzunun konturunu, arzunun ahadətini yaddaşlarımızdan çıxarda bilmir. Bax, mənim ən böyük dostlarımdan biri bu. Vaxt olsun ki, bu 35 illik cümleyimizi Alçın kəndində şənlikdə keçirir. Demək olar ki, o kəndin çox köhnə tarixi var. Demək olar ki, o kənd əvəz olunmaz bir kənd. Ermənilərin tarixindən çox bu kəndin tarixi. Ermənilər ora gəlmədi. Oralar hamısı bizim torpaqlardır. Arzum budur, bu daimi həmişə görüşlər olsun, həmişə bir-birimizi sevək. Biz Azərbaycan xalqı necə seviriksə, artıq cəmaatın da elə seçimiz. Heç bir seçkimiz yox. Allah hamıya can sağlığı, uzun ömür, bir avan həyat arzudur. Əlbəttə, bizim elin hər anı toy bayram idi. Xüsusilə bizim bayramlarımız, xüsusilə adət-ənənələrimiz, milli irsimiz, maddi-mənəvi dəyərlərimizin hamısı mənim yaratdığım olan o muzeydə yer tutmuşdur. Qoy o gün olsun ki, mən arzu edirəm ki, Qafqaza sülh gəlsin, əmin-amanlıq olsun, bütün xalqlar və millətlər əmin-amanlıqda yaşasın. Qoy var olsun bizim Ali Baş Komandanımız, əminəm ki, regionda, Qafqaz regionunda yeganə olaraq Azərbaycanımız bir tanədir. Var olsun Ali Baş Komandanımız, onun rəhbərliyi ilə əminəm ki, bütün arzu və istəklərimiz biz qaçqınların həyata keçəcək. Bizim qədimi bir bayramımız var, Hıdır Nəbi bayramı. Bu əsasən fevral ayının ikinci həftəsinin ikinci gününə təsadüf edib 3 gün olur. Orada kəşif düşürərdilər, qapı yenə tutardılar. Qızlar niyyət deyərdilər ki, bəxtimiz həkim düşür. Bunlar mənim yadımda qalandır. Sevindirici haldır ki, bugün biz yəni kəndimizin birliyinin, həmrəyliyinin günü münasibətilə bugün biz bir yerə yığışmışıq və həmin günü təntənəli surətdə qeyd edilir. Bu əlamətlər yadda qalan bir hadisədir. Deməli, arzu eləyərdim ki, bizim bu tədbirin qədəmləri uğurlu və daimi olsun və bizim bu işlərimizi gələcək nəslimiz olan gənclərimiz və körpə balalarımız davam elətdirsin. Hörmətli alimimiz Yusif Xıdıroğlu Qaziyev demək olar ki, nəinki tək Arçudun, bütövlükdə mahalın tarixini araşdırıb oxuculara təqdim etdi. Şakir İbrahim Xəliloğlu Məmmədov Arçud kəndi 2-ci Dünya Savaşında kitabını hazırlayaraq çap etdirdi və eyni zamanda Arçudun xəritəsini, Arçudun baş planını hazırladı. Alimlərimizdən biri, gənc alim Elşən Misroğlu Nəsibov Arçud kəndi haqqında silsilə həm bədii sənətli əsərlər ortaya qoydu. Bu gün də fəaliyyətini davam etdirir. Arçuddan dünyaya, dünyadan vətənə şüarı onun əsas devizinə çevrilir. Son əsərlərindən Zəlzələnin gözyaşları, Arçud kəndi 20-ci əsr Ermənistan SSR Türk-Azərbaycan dilli mətbuat səhifələrində adlı kitabları bütövlükdə Arçud kəndinin varlığını heç vaxt unutmağa, yaddan çıxartmağa qoymayacaqdır. Əflatun Məsimoğlu Məmmədov Arçud kəndinin ziyalısı böyük bir nəslin sol şəcərəsi kitabını tarixin arxivinə təqdim etmişdir. Vüqar Cavadoğlu Qasımov qardaş Türkiyə-Osmanlı arxivindən araşdırmalar edərək ümumilikdə bölgə və konkret Arçud kəndi haqqında bir çox maraqlı məlumatlar əldə edib soydaşlarımıza çatdırmışdır. Bizim araşdırmalarımıza görə Arçud kəndinin tarixi, yazılı tarixi Osmanlı padişahı 3-cü Muradın dövründə
1575-ci ildə çıxartdığı bir fərmanla Lori bəylərbəyliyinin 4 dənə vilayətə bölünməsindən çıxır. Orada Pənbəh vilayətində Güneyli Arçut olaraq gedir. 1575-ci ildə çıxarılan fərmandır. Bizim bugün əldə elədiyimiz tarixi yazılı mənbə odur. Vəfalı Cavadoğlu Qasımov Arçut Göynəyin Yaram Mənim kitabını nəşr etdirmişdir. Fatma Nadir qızı şeirlər yazmış və el oğlumuz Qələndər Cinoyevin aranjmanında musiqi bəstələtmişdir. Bu gözəl şeirinizə görə Arçut icmasının sizə hədiyyəsi var. Hörmətli Akif müəllim təqdim edir və onu da deyim ki, bu mahnının müəllifi Qələndər müəllimdir. Xoş gəlmişsiniz. Qələndər Cabbaroğlu. Təşəkkür ederim. Hörmətli tamaşaçılar, nəhayət hər kəsin qürur tarixi olan 2-ci Qarabağ 44 günlük müharibədən sonra hörmətli prezidentimiz İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan icması yaradıldı. Və bu icma Qərbi Azərbaycan ərazisində olan bütün kəndlər öz ətrafına toplamağa nail oldu. O cümlədən də Pənbəh mahalı Böyük Qarakilsə rayonu Arçut kəndi də icma olaraq orada təmsil olundu. Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi Azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Arçut kənd icması ən fəal, ən aktiv icmalardan birinə çevrildi və həmişə Qərbi Azərbaycan icması tərkibində olan kənd icmalarına nümunə oldu. İcma daxilində Ağsaqqallar Şurası, Gənclər Şurası, Qadınlar Şurası, Məşvərət Məsləhət Şurası və s. yaradıldı. Demək olar ki, struktur tam şəkildə formalaşdı. Qərbi Azərbaycan icmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan Kubok uğrunda mini futbol yarışı keçirildi. Məşvərət Məsləhət Şurasının üzvü Murtuz Qaziyevin rəhbərliyi ilə komanda formalaşdı və yarışın 3-cüsü adını qazandı. Adama yaşamaq həvəsi yaradır. Gələcəkdə bir daha yenidən hazırlaşan və birinci olan. Nəinki Qərbi Azərbaycan, dünya arenasına çıxıb qalib gəlməyi düşünürük.
Kəndin fəalları Məşvərət Məsləhət Şurasında cəmləşdi və özlərinə sədr olaraq kəndin dəyərli oğlu Akif Xıdıroğlu Daşdəmirov seçdi. Akif Daşdəmirov və onun komandası durmadan, usanmadan çalışdı. 2023-cü ildə Arçut kəndinin həmrəylik günüdür. Arçut icmasının birliyi, həmrəyliyi hər kəsdə maraq yaratmışdı. O cümlədən də jurnalistlərdə. Çox fərqli bir insanları ilə, adətləri ilə seçilir. Bugün o adətləri yaşadır. Harada yaşamaqlarından asılı olmayaraq, bax, Arçutlular üçün bir müqəddəs adət və onu yaşatmaq eşqi var. Bugün bu eşqlə bura gəldik ki, biz görək, Arçutlular necə yaşayıblar orada, burada necə yaşayırlar və qayıdış eşqi, qayıdış istəyi onlarda hansı yeni ruhları yaradır. Hər kəsin içində böyük bir qayıdış istəyi vardır. Biz bugün onu da görürük. Görək Arçutlular hansı adətlərini, hansı ənənələrini qoruyub saxlayır. ildə Arçut kənd Orta Məktəbinin 100 illik yubileyini. Kəndin tanınmış adamları ilə mütəmadi görüşlərin keçirilməsini təşkil etdilər.
Artuk kənd icması olmaqla Məşvərət Məsləhət Şurası ən böyük layihələrdən birinə imza atdı. Bildiyiniz kimi Artuk kəndinin Bakı şəhəri Binəqədi rayon ərazisində yerləşən və 1992-ci ildən təsis olunmuş Binəqədi qəbirstanlığının abadlaşdırılması layihəsi həyata keçirildi. Yollar çəkildi, abadlıq işləri görüldü. Orada demək olar ki, hər bir Artuklu ailəsinə məxsus məzar var. Bugün ora hər bir Artuklunun ant yerinə çevrilir. Məhz oranın ilk sakini də Artukludur. Hardasa 92-ci ildə yer götürdülər qəbirstanlıq üçün və bizim əzizlərimizi dəfn eləmək üçün yer götürdülər ki, burada hamısı bir yerdə kompakt şəkildə dəfn olunsun, bilinsin ki, doğrudan da bu bizim elimizə, obamıza aid olan bir qəbirstanlıqdır. Və həmin müddətdən də xeyli vaxt keçdi, həmin müddət ərzində böyük həzmdə orada dəfn olunmuşdu. Bizim əzizlərimiz həmin qəbirstanlıqda uyuyurdular və oraya ziyarət etməyə gedən qardaşlarımız, bacılarımız, analarımız həqiqətən də çox əziyyət çəkirdilər. Orada yollar bərbad vəziyyətdə idi, palçıq dizə çıxırdı. 88-dən sonra ki gəldik, palçığın əlindən tərpənmək olmurdu yəni. Maşınla belə gəlmək olmurdu. Mənim yadımdadır, burada dəfn eləmək üçün traktor gətirirdilər. O tərəfdə saxlayırdıq, piyada gəlirdik. Piyada hətta gəlmək mümkün deyil. Qaloşla, sapıq geyinirdik. Mənim yadımdadır. 44 günlük Vətən müharibəsindən sonra biz belə bir qərara gəldik ki, elimizin dəyərli evlatları, fəal qardaşlar belə bir qərara gəldi ki, kəndimiz üçün bir icma yaradaq, elə bir təşkilat yaradaq ki, elimizə, obamıza, keçmişimizə sahib çıxaq. 2020-ci ilin noyabr ayının 20-sində bizim WhatsApp qrupu təşkil olundu, təsdiq olundu, təsis olundu. Və ondan sonra biz ilk iclasımızda belə bir qərara gəldik ki, qəbirstanlığımızı abadlaşdıraq, orada təmir işləri aparaq, bizim analarımız, bacılarımız o ziyarətə gedəndə əziyyət çəkməsin. Hər şey dedik, amma bu ideya hardan gəldi onu unutduq. Bu ideyanın müəllifi Elə mən də ora gəlirəm. Nizami Qazi. Bu gözəl oldu. Qəbirstanlığın ilk dəfə asfaltlanmasını məsələsini ortaya atan 30 il oradan başlayır. Mən elə başdan gəldim. Bizim bu qardaşımız oldu. Bunun dediyi təkliflə bugün görülən işlər gözümüzün qabağında. Burada əziyyəti olan hər birinizə təşəkkür edirəm. Başda olmağa təşəkkür edirəm. Bu iş mənim təklimə siz birinci inanmadınız, dediniz ki, biz eləmişik. Allah şey deyil. Amma inanmaya bu işi başa siz çatdırdınız. Təşəkkürlər. Bir təşəkkür var, o da Artuk elinə. Bir-birini yəni unutmur, hamı bir-birini tanıyır, xeyir işində iştirak edir. Yas yerində iştirak edir. Bunun hamısını yenə Artuk cəmaatına biz borcluyuq. Allah bizim cəmaatı var eləsin. Həmişə belə mehriban, birlikdə irəli gedək. Evlatlarımız da hamısı öz soylarını, soydaşlarını unutmasın. Ən birinci bunların tədbirləri qəbirstanlığa yol çəkmək oldu. Görün, ölüyə verilən qiymət dirdən də üstün oldu. Birinci qəbirstanlıqdan başladılar, qəbirstanlığa yol çəkdilər. Qəbirstanlıqda yol çəkib bu tədbir eləyənlərə can sağlığı, ən başda mənim qardaşım oğlu Azad Məmmədova. Çünki Azad Məmmədov haqqında niyə danışdım? Ona görə ki, o uşaqlara əlindən gələn hər tərəfli kömək elədi. Ona görə də 2021-ci ildə ilk olaraq elimizə, obamıza müraciət elədik və cəmaatımızı da var olsun, sağ olsun, bizim bu təklifimizi məmnuniyyətlə qəbul elədilər və pul yığımına başladıq, maliyyə toplamağa başladıq. Bir il ərzində 2022-ci ilə qədər biz müəyyən miqdarda maliyyə topladıq. Qəbirstanlığın demək olar ki, hardasa 70%-ni biz təmir eləyə bildik, abadlaşdıra bildik.
burada da mən əsasən vurğulamaq istəyirəm ki, Məmmədov Azad Süleymanoğlu'nun böyük əməyi, böyük zəhməti və böyük işlər gördü. O bizə bütün texnika ilə bizi təmin elədi və nəhayət ki, biz doğrudan da ilk qarşımıza qoyduğumuz vəzifəni müəyyən qədər, hardasa da 60-70% yerinə yetirə bildik. Zabor çəkilir. Fikirdən böyük sabah meyvə verir. Onun məsafəsi var, hansı məsafəyə, hansı bu ağırlığı saxlamaq şeyləri var. 16 gərək o qədər stabil. Yüksək tonlajıya görə. Partlamasın. Altıdan bu arasa qulacaq nə alır? Arazı olmalı ki, o hansı çəkir saxlayır. Mən elimə, obama, cəmaatına minnətdaram ki, həqiqətən də yenə bizim ikinci təklifimizi də qəbul elədilər və bu ianə işini davam elədik, pul toplantısını davam elədik və nəhayət ki, əlimizdə müəyyən qədər məbləğ əldə etdik və ikinci etapa başladıq. Ya Allah, işimiz başladı. Malat gətirib tökdük, girəcəyi yenidən bərpa edirik. Bu girəcəkdir, qardaş, girəcək. Bunları tökmüşük. Girəcək, düz axıracan. Axıracan nə qədər var? Tökmüşük, girəcəkdəki o kanalizasiyanın ki, axırdı. İndi traktorda çağırdıq. Kanalizasiya da düzəlir. Daha doğrusu kanalizasiya turbanı indirdi aşağı ki, su biraz azalsın için yolu bərbad eləməsin. Yəni, bax, bu da traktor burada. Am işləyir. İş gedir. Bax, su gəlib yolu gör nə günə vurur. Bax, bu yolu. Bunu yenidən bərpa edirik. Bu kanalizasiyanı düzəltmədilər ki, biz elə xərc deyirik, kanalizasiya batırır buranı. Bura baxın, bura baxın. Keçən də elədiyimiz yol idi. Bax, gör nə elədi kanalizasiya. Su axdı bura. İndi bu cürə düzəltmişik. Buradan təkrar turba atdıq. Təkrar turba vermişik. Belə keçirmişik suyu o tərəfə. İndi buradan kanal qazırıq ki, suyu verək bu turbaya, bir də yuxarıdakı turbaya. Qabağı açıldı, görürsən.
İnşallah ki bununla məsələmiz yekunlaşır, problemlərimiz azalır, yolu su basmalar dayanar inşallah. ildən start vermişik. Burada ümumilikdə yolun uzunluğunu desək 4 kilometr 300 metrə yaxın yol demək məsafədir. Bəli. 4300 metrə. Amma kvadrat olaraq daha çoxdur. Yəni demək olar ki 35-40 min kvadratdan yuxarıdır. Birinci etapı
biz 2022-ci ildə demək olar ki, tən yarısını biz başa çatdırdıq və sonra ikinci etapda eyni ilə elə o qədər də bir məsafə var idi. Biz onların hamısını demək olar ki, öhdəsindən gələ bildik. Bizim gördüyümüz bu iş hamıya bəllidir. Əgər yadınızdadırsa, ilk dəfə biz start verəndə elə Ramin müəllim də bizlə idi və eyni zamanda bütün burada olmayan dostlar da var. Əksəriyyət biz burada olan qardaşlar ilk dəfə palçıqlı dövründə yağışdan sonra gəldik. Yəqin ki, hamınız xatırlayırsınız, onda necə idi vəziyyət. Sözün əsl mənasında əvvəl burada dəfn eləmək qeyri-mümkün idi. Yağışdan sonra traktorla, digərlərin texnikalarla güclə cənazəni qəbrə çatdırdı. Amma çox sağ olsun, başda Arçud elə olmaqla və digər əziz dostlarımız, xeyirxah insanlar, başda Azad müəllim Məmmədov olmaqla, çünki çox böyük dəstəyi ilə bizə necə deyirlər, həm maddi, həm mənəvi dəstəyi ilə biz bu işi start elədik və o çətinliklərə baxmayaraq biz əzmkarlıq göstərdik və işimizi bir hissəsini 2 il bundan əvvəl yerinə yetirdik. Və bu gün də 1-2 ay bundan əvvəl növbəti startımızı başladıq və bu gün də işimizin sonu. Bu işdə kimsə kömək edibsə, kimsə dəstək veribsə, hamısını Allah canını sağ eləsin. Eyni zamanda, yəni bu ikinci etapda bizə çox yaxşı dəstək verdi Təmraz Tağıyev. Eyni zamanda Binəqədi Bələdiyyəsinin müəyyən dərəcədə bizə dəstəyi oldu ki, biz bu işi sona çatdırdıq. Təbii ki, Azad Məmmədov həmişə yanımızdadır, həmişə bizləndir və həmişə bizim əlimizdən tutdu. Hər birinizə bir daha təşəkkür edirəm. Arçud elindən fəxr olunmalı bir eldir. Çünki bu işi ilk öncə çox çətinliklərlə startı verdi Arçud eli və axıra kimi sözünü verdi və axıra çatdırdı, yekunlaşdırdı. Və yenə də bu işimizin sonu deyil. Biz bu işi yekunlaşdırdıq, o demək deyil ki, sakitcə durub baxaq. Bundan sonra bizə qalır bunu qorumaq. Mən təklif eləyərəm ki, ümumiyyətlə, hər 2 aydan, 3 aydan bir biz bir iməclik təşkil eləyək və bu bir tendensiya olsun. Bütün burada uyuyanların hamısının yaxınları bir dəfəlik dərk eləsin ki, bu qəbirstanlıq təmiz olmalıdır. Qəbirstanlığı təmiz saxlamalıyıq. Yəni, qəbrin içini təmiz saxlayaraq da hamısını küçələrə atıb, zibilləmək məncə bu bizə yaraşmaz. Çünki burada elə İlk öncədən bu qəbrin 92-ci ildən necə deyərlər, birinci dəfn olunanda məsələn Arçudlu olubdur, sonra Sarallı, Bursalı. Biz el olaraq birləşmişik. Biz hamı o çökək, o Bursalı, Saral, Hallava, nə bilim, bütün adlarını çəkmədiyim Gözəldərə, hamısı biz bir yerlik, bir olmuşuq. İndi hamımız bir elik, çünki bizim doğrudan da bir məkanımız yoxdur. Biz köçüb gəldik, düzdür, Bakıda hərə bir tərəfdə Azərbaycanın müəyyən yerlərində məskunlaşmışıq. Amma virtual olaraq biz yenə də birik, bir yerdə olacağıq. Hər birinizə bir daha təşəkkür edirəm. İlk öncə biz 4 il bundan qabaq başladıq bu işə. Bura gələndə hansısa bir hüzurumuz olanda adam utanırdı öz dostlarını bura gətirməyə. Start verdik, baxın, görülən iş göz qabağındadır. Yəni Allah elimizi, obamızı canını sağ eləsin, var olsun. Qardaşlarımızın canını sağ olsun. Əziyyət çəkən insanların Allah canını sağ eləsin, var olsun. Akif doktorun sözünə qüvvət olaraq deyirəm ki, həqiqətən bizim el, bizim oba, bizim yurt çox gözəl həmrəy oldular, birləşdilər, bu işi gördülər. Allah bizim elimizi, obamızı heç nədən əski eləməsin. Çünki nə deyiriksə, nə eləyiriksə, ellə eləyirik, elimizlə eləyirik. Və gördüyümüz işdə göz qabağındadır. 2 aydan bir, 3 aydan bir, əgər vaxt tapsaq, boşluğumuz olsa, iməcliyimizi də eləməyi unutmayaq. Çox gözəl sözlər deyildi. Doğrudan da bizim kəndin cəmaatı əvvəlindən elə
kəndimiz yaranandan bir-birinə dəstək olurdu. Bu o yaşımız olmasa da görmüşük. Və burada da bir çox işlərin öhdəsindən gəldilər. Kiminsə xəstəsinə yardım elədilər, sağ olsunlar. Müxtəlif kütləvi tədbirlərimiz keçildi, mədəni kütləvi. Bu böyük bir şeydir. Bu da çox gözəl, ən böyük layihələrdən elə birincisidir, reallaşdı. Əsaslı kök atmış bir düzənləmə, təmir olundu. Bundan sonra da yüngülvari kosmetik işlərdir, mütəmadi, o da zamanla olacaq inşallah. Çox gözəl, bunu qoruyub saxlamaq lazımdır əsas. Bizim bugünkü məqsədimiz əsas qəbirstanlıqda görülən işin yəni sonluğunu aydınlaşdırmaqdır. Baxıb Arçut kəndinə göstərmək, o biri kəndlərinə göstərmək ki, yəni ki, bu iş necə bir çətinliklə başladı, necə də bir xoş bir təəssüratla da sonlandı. Mən də əlbəttə ki, o biri qardaşlar kimi qəbirstanlıqda, yəni ki, maddi, mənəvi, fiziki əməyi olan bütün insanlara öz dərin təşəkkürümü bildirirəm. Təbii ki, burada əsas Arçut kəndindən gedir. Arçut kəndi bizim bir çağırışımızla bizim arxamızda oldu, bunu unutmaq olmaz. Düzdür, bu maliyyə ilə əlbəttə keçinə olmaz. Ancaq bu başlanğıc start maliyyə idi. Bu bizi biraz ruhlandırdı. Bu bizi ruhlandırdı, sonra davamı gəldi. Bəli, indi təkrar demək olmasın. Əlbəttə ki, əziyyəti, əməyi olan qardaşlar çoxdur. Azad Məmmədovun əməyi itirilməzdir. Allah ondan razı olsun. Bir Arçut kəndinin bir sakini kimi, bir yaxşı qardaş kimi əlindən gələni elədi. Yəni bizdə ruh yaratdı. Burada biz ölçmürük kim nə qədər çox elədi, kim nə qədər az elədi. Bu Arçutlular elədi. Bəli. Bunu Arçutlular elədi, Arçut el elədi və Arçut elindən də yaxşı oğlanlar var olsun. Yükü çiyninə götürdü və sona çatdırdı. Mən xüsusən vurulamaq istəyirəm ki, bu işdə böyük zəhmət çəkdi. Həqiqətən də Akif Daşdamirov bu frezin, karbonatın, yəni başqa işlərin görülməsində, əldə olunmasında böyük fədakarlıq elədi, böyük əziyyət çəkdi. Allah canını sağ eləsin, Allah necə deyirlər, belə ölənlərinə rəhmət eləsin ki, hansı ki, onun əzizləri orada uyuyur. O cümlədən mən Elmdar Süleymanov Mövlüdoğlu'na da təşəkkürümü bildirirəm. Bizimlə bir yerdə gecəsini gündüzünə qatdı, yayın isti günlərində o fədakarlığını göstərdi və bir yerdə çalışdıq. Məşvərət qrupunun üzvünə təşəkkür edirəm. Hər birinə minnətdarlığımı bildirirəm. Hər birinin qarşısında baş əyirəm, deyirəm ki, doğrudan bu oğlanlar, bu qardaşlar, bu qəhrəmandırlar. Bunlar gördüyü işin əvəzi yoxdur, gördüyü işlərin miqyası və qiyməti yoxdur. Çox böyük işlər gördük və bu işdə yenə də deyirəm, başda Arçut kənd cəmaatı olmaqla hər bir adam fəxr eləyə bilər ki, doğrudan da bu işi boynumuza götürdük və fədakarlıqla belə alnı açıq, üzü ağ bu işi başa çatdıra bildik.
Nəsildən nəsilə ötürülən adətlərdə həm də böyük bir ismarış var. İsmarışın əsas məzmunu qayıdışdır. Doğma torpağa, həmbəyə, hamamlıya, arçıda və hər kəs də bax bu istək, bu eşq yaşayır. Bir şey də diqqətinizə çatdırım. Demək 1859-cu ildə Kameral rayonlarda rəsmi olaraq kənddəki nəslin hamısı tək olaraq göstərilib. Xəyalən bizi kəndimizdəki tarixi yerlərimiz, ulu babalarımızın o məzarlıqları, bütün qohum əqrabaların keçmişi olan ata-babaların cığırları, izləri bizi gözləyir. Biz də onlar üçün qəribsəmişik. İnşallah bizim Qərbi Azərbaycan konsepsiyasına görə vətənə qayıdış bizim istəklərimiz var, hamımızın. Çünki orada bizim tarixi yurdumuzdur, vətənimizdir və məmnuniyyətlə qayıdaraq, çox məmnuniyyətlə. Hətta qayıtmaq istəməyənləri də mən səsləyirəm ki, vətənimizə qayıdaq. O vətən bizi gözləyir, bizim üçün. Batdaqlıq çox gəlir xoşa, qırpılaq da coşa-coşa, Araz yurdu yaylağında, Araz yurdu oylağında, Araz yurdu yaylağında. Nə gecəm var, nə gündüzüm, gəlmir yuxu, yatmır gözüm, sənsizliyə necə dözüm, anam dağlar, sonam dağlar, Araz yurdu yaylağında. Bana versin ay güller seni, yeri ceyrana, yeri tarana, ağrınalım, ağrınalım. Ay kızılahda çökek yolda, biz aşağın elinde var, biz aşağın elinde.